Hər vaxtınız xeyir olsun yoldaşlar. Hər birinizi salamlayıram. Mən Şamxal Sadıqlı. MİQ və sertifikasiyaya hazırlaşan ibtidai sinif müəllimləri üçün keçirilən ümumi 60 suallıq sınağın riyaziyyat bölməsinə aid testlərin izahına baxacağıq. Azərbaycan dili suallarını hazırladı həmkarımız Aysel Şirinova, Kurukurum suallarını hazırladı həmkarımız Elnarə Həsənova. Hər hansı bir müəllimin dərsinə qoşulmaq istəsəz, sınağın linkində əlaqə nömrələri göstərilib, həmin nömrə ilə əlaqə saxlaya bilərsiniz. Riyaziyyatdan dərslərimizə qoşulmaq istəsəz və ya dərslər haqqında məlumat almaq istəsəz 055 780 66 37 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Rəy bölməsində sınağın həm linki yerləşdirəcək, həm də Telegram kanalımızın linki var. Həmin Telegram kanalımıza daxil olub sınaqlardan xəbərdar ola bilərsiniz, paylaşılan suallardan işləyə bilərsiniz. Azərbaycan dili kurukum suallarını da izahını oradan görə bilərsiniz. Elə isə başlayaq birinci sualın izahından. 5 ədəd eyni kvadratın perimetrləri cəmi 60 cm-dir. Bu kvadratları bir düz xətt boyunca yan-yana qoyduqda alınan düzbucağının sahəsi neçə kvadrat santimetrdir? Məsəl üçün, bir dənə kvadratım var. Həmin bu kvadratdan 5 dənəsin eyni kvadratdır. 5 dənəsi yan-yana bir düz xətt boyunca qoyuruq. Düz xətt deyəndə necə? Yəni, biz bunları yan-yana qoyacağıq. 1, ikinci kvadratın, üçüncü kvadratın, dördüncü və 5-ci kvadrat. Yan-yana bunlar bir düz xətt boyunca düzüldü. Bunların 5-inin perimetri cəmi 60 cm-dir. 5-inin perimetri cəmi 60 cm isə birinin perimetri nə qədər olacaq? Onda 60-ı bölərəm 5-ə, düşər 12. Kvadratın da perimetri necə hesablanır? 4 vurulsun ayna, yəni 4 ayna. Çünki bir tərəfinə biz A desək, kvadratın bütün tərəfləri bərabər olduğuna görə 4 dənə A-yı toplamaq 4 vurulsun A deməkdir. Onda 4A bərabər olmadı 12-yə. Yəni, bir dənə kvadratın perimetrini. 12-ni 4-ə bölərəm. A bərabər olar 3-ə. Kvadratın onda birinin bir tərəfi 3 cm-dir. Bura 3 yazsaq, üst tərəfdə 3 olmalıdır. Bu kvadratlar da bir-birinə bərabər olduğuna görə, demək, hər birinin tərəfi 3 cm-dir. Hər birinin tərəfini 3 cm yazırıq. Bəs alınan düzbucaqlının sahəsini tapmaq üçün bizə nə lazımdır? En və uzunluq lazımdır. Düzbucağın sahəsi də S bərabərdir. A vurulsun 5 əşlində olur. Yəni, eni uzunluğa vurub sahəni tapıram. Biz buna bir düz xətt kimi baxsaq, ümumi uzunluq. Neçə dənə 3 var burada? 5 dənə kvadrat olduğuna görə 5 ədəddə 3 var. 5 dənə 3-ü toplayanda və yaxud da 5-i 3-ə vuranda neçə eləyir? 15. Yəni, bu düzbucağlının uzunluğu eləyir 15 cm. Eni isə 3 cm olaraq qalır. Və sahəsi nə qədər olacaq? Eni uzunluğa vuracam. Yəni, 3-ü vuracam 15-ə, cavab eləyəcək 45 kvadrat santimetr. Birinci sualda cavabımız eləyir C variantı. İkinci sual. 17.000 qram, üstə gəlsin 8 kiloqram, üstə gəlsin 6 sentiner, üstə gəlsin 3 ton. Cəmini kiloqramla ifadə edin. Qramı biz onda kiloqrama çevirəcəyik, sentineri kiloqrama çevirəcəyik və tonu kiloqrama çevirəcəyik. 8 kiloqram onsuz kiloqramla ifadə olunub. 1 kiloqram bərabərdir 1000 qrama. 1 kiloqram 1000 qram olduğuna görə 17.000 qram nə qədər olacaq? Onda 17.000-i böləcəyik 1000-ə, cavab eləcək 17 kiloqram. Yəni, 17.000 qram 17 kiloqram deməkdir. Keçirik. 6 sentineri biz nəyə çevirməliyik? Kiloqrama. 1 sentiner bərabərdir 100 kiloqrama. Bəs 6 sentiner nə qədər olacaq? 6-nı vuracaq 100-ə, cavab eləcək 600 kiloqram. 6 sentinin yerinə yazırıq 600 kiloqram. 3 tonu çevirəcəyik kiloqrama. 1 ton bərabərdir 1000 kiloqram olduğuna görə 3 ton nə qədər olacaq? 3 ton da bərabərdir 3-ü vuracaq 1000-ə, cavab eləcək 3000 kiloqram. 3 tonun yerində yazacaq 3000 kiloqram. Və bunların cəmin toplayacaq. Onda olacaq 3000, üzərinə gəlsin 600, üzərinə gəlsin 17.000 qramımız elədir 17 kiloqram, üzərinə gəlsin 8 kiloqram da əlavə var. 8. Toplayaq. 0 isə 0 gəndə 0, üstə 7 gəldi 7, 7 üstə 8, 15, bir yadda 0, 0, 1, o da 1. Cavab eləyir 2, 0 üstə 6, 6, 3 də aşağı düşür. Cavabımız eləyir 3625 kiloqram. İkinci sualda cavabımız elədi A variantı. Üçüncü sual. Nərgiz pulunun 7-də 3-ünü kitab aldı. Qalan pulunun 4-də 1 hissəsinə qələm aldıqdan sonra
18 manat pulu qaldı. Nərgiz kitaba nə qədər pul verdi? Biz məsələni sondan geri qayıdacağıq. Əgər qalan pulunun 1/4 hissəsinə qələm alıbsa, nə qədər pulu qalıbdı? Yəni 1/4 hissəsini alıbsa, biz 4/4 hissədən çıxırıq 1/4 hissəsi. Yəni dərslərimizdə də bu qaydanı izah etmişdik, kəsrlər mövzusunda da. 1/4 işlənibsə, 4/3-ü qalacaq. Və yaxud da 5/2-si işlənibsə, 5/3-ü qalacaq. 7/1 işlənibsə, 7/6-sı qalacaq. 4/3-ü qalıbdır. Və əlavə deyir ki, 18 manat pulu qalıb. Deməli, həmin pulun 4/3-ü 18 manatdır. Biz onda 4/3 hissəsi 18 olan ədədi tapacağıq. Hissəsinə görə ədəd tapılmasında onda 18-i bölərəm 3-ə, vurarıq 4-ə. Biz bunu x ilə, tənli ilə də yazarıq. Sadəcə bu yolla yazırıq ki, daha aydın olsun. Yəni tənli ilə yazıb x çıxaq 7/3-ün, qalsın 7/4-ü və onun sonra 4/1-ini tapaq, çıxaq və s. Daha uzun uzadansa biz geriyə qayıdıb daha rahat həll edərik. 18 3-ə bölürük. 6, 6-nı 4-ə vurur. Neçə eləyir? 24. Bura qədər cavabı tapdıq. 24. İndi bu şərti oxuyuruq. Nərgiz pulunun 7/3-ünə kitab aldı. 7/3-ünə alıbsa nə qədəsi qalacaq? Bu səfər 7/7-dən çıxarıq 7/3-ü. Hansı hissəsi qalır? 7/4 hissəsi. Həm də biz bura qədər tapmışdıq. Nə qədər pulu var? 24. Deməli 7/4 hissəsi neçədir? 24. Hissəsinə görə ədəd tapılmasında onda 24-ü bölürəm. 4-ə vururam 7-yə. 24-ü 4-ə böləndə 6, 6-nı 7-yə vuranda neçə eləyir? 42. Əvvəlcədən onda Nərgizə neçə manat pulu varmış? 42. Amma bizdən nə soruşur? Nərgiz kitaba nə qədər pul verdi? Kitaba nə qədər pul vermişdi? 7/3-ünə kitab aldı. 42-nin də 7/3-ünü necə tapıram? 42-ni bölürəm bu səfər ədədin hissəsini tapılanda məxrəcinə bölüb sürətinə vururam. 42-ni 7-yə böləndə düşür 6, 6-nı 3-ə vuranda cavab eləyir 18. Üçüncü sualda cavabımız eləyir D variantı. Kitaba 18 manat pul verir. Dördüncü sual. Tənli verib bizə 2x çıx 16 vurulsun 2x çıx 16 bölüb 2-yə. Çıxıb 38 və cavabı 12 alıb. Tənlik geridən qaydacağıq. Bura qədər olan hissəyə, yəni bölünsün 2-yə qədər olan hissəyə biz x kimi baxsaq, x-dan çıxıb 38 və 12 alıb. Nədən 38 çıxanda 12 olur? Onda x bərabərdir 12 üstə gələrik 38-i, cavab eləyər 50. Bura qədər indi mötərizənin özünə biz təkcə, yəni buradan bura qədər göstərim sizə. Mötərizənin tək özünə biz x kimi baxsaq, nə 2-yə böləndə 50 düşür? Mötərizəm olacaq 2x çıx 16, vurulsun 2x çıxılsın 16. Nə 2-yə böləndə 50 düşür? 50-ni vurarıq 2-yə. 50-ni 2-yə vuranda neçə eləyir? 100. Yəni 100-ü 2-yə böləndə 50 düşür. Onda mötərizələrimin cavabı, yəni mötərizəni vurub digər mötərizəyə eyni bir ədədi 100 alıb. Bunu artıq biz necə fikirləşirik? Artıq bir də bunu vurub açmağa ehtiyac yoxdur. Baxırıq ki, 2x çıxılsın 16, burada da 2x çıxılsın 16-dır. Eyni bir ədədə vurub və 100 alıb. Hansı eyni ədədləri bir-birinə vuranda 100 eləyir? Təbii ki, 10 vurulsun 10-a. Deməli, bu mötərizələrimin cavabı neçəyə bərabərmiş? 10-a. Onda buradan alırıq ki, 2x çıxılsın 16 nəyə bərabərdir? 10-a. Nədən 16 çıxanda 10 eləyir? Onda 2x bərabərdir 10 üstü 16 gəlirəm 26. 2-ni nəyə vuran da 26 eləyir? Onda x bərabərdir 26-nı bölərəm 2-yə, cavabım düşər 13. Tənliyi həll etdik. Tənliyin cavabı neçə eləyir? 13. 4-cü sualda cavabımız eləyir E variantı. Baxırıq 5-ci suala. Uzunluğu 144 sm olan məftildən 4 ədəd eyni ölçülü düzbucaqlı düzəltdilər. Düzbucaqlının birinin sahəsi ən çox neçə kvadrat santimetr olar? Ümumi uzunluq 144-dür. 4 dənə eyni ədəd, yəni eyni ölçülü düzbucaqlı düzəldiblər. Onda 144-ü bölürəm 4-ə. Bir düzbucaqlıya nə qədər uzunluqda məftil işlənib onu tapaq. 14-ü 4-ə böləndə düşər 3. Burada qalar 2. 24-ü böləndə düşər 36. Yəni bir dənə düzbucaqlıya 36 santimetr məftil işlənibdir. Düzbucaqlının ümumi perimetri neçədir? 36. Düzbucaqlının da perimetri necə tapırıq? P bərabərdir 2 vurulsun A üstə gəlsin 5 şəklində. Perimetr neçədir? 36. 36 onda bərabər olacaq 2 vurulsun A üstə gəlsin B. 2-ni neçəyə vuranda 36 eləyir? 36-nı bölürəm 2-yə. 18 bərabərdir A üstə gəlsin B. Eynən uzunluğunu tapdıq 18. 4 dənə belənçi belə deyək düzbucaqlı idi. Biz bir dənəsini tapdıq. Bizdən nə soruşur ki, birinin sahəsi ən çox neçə kvadrat santimetr olar?
Kvadratın da sahəsi necə tapılır? S bərabərdir A vurulsun 5 əşlində. İndi cəmləri 18-dir. Bu ədədlərin sahəsi ən çox neçə ola bilər? Onu tapmaq üçün nə edirik? Məsəl üçün, birinci ehtimalda biz cəmi 18 ilə hansı ədəddir? 17 ilə 1 götürərik. 17-ni 1-ə vuranda 17 eləyir. İkincisində isə bunu tamla da götürə bilərsiniz. Fərqi yoxdur. Yoxlasınız, düz onsuz tamla cavabları qoymamışıq. Yoxlasınız yenə də ədədlər bir-birinə nə qədər yaxınlaşırsa, sahə bir o qədər böyük olur. Biz götürsək 16 ilə 2-ni götürə bilərik. Çünki 16 üstə, buraya 16 yazsam, buraya 2 yazsam, 16 üstə 2, 18 eləyər. Bəli. 16-nı vururam 2 yazsam. Sahəsi neçə eləyər? 32. Fikir versiniz, 17 ilə 1 arasında fərq 16 idi. 16 ilə 2 arasında fərq 14'dür. Üçüncü səvir məsələsini götürsəm 15 ilə 3'ü. 15 ilə 3'ü çünki toplasam 18 eləyər. Sahəsi nə qədər eləyər? 15'i 3'ə vuraram 45. 15-in 3 arasında fərq nə qədərdir? 15-in 3-ünü çıxanda 12. Yəni bu ədədlər bir-birinə nə qədər yaxınlaşırsa, sahə bir o qədər böyük olur. Ona görə mən 18-i ən yaxın bir-birinə neçə götürə bilərəm? 18-i 9 və 9. Yəni A üstə gəlsin B bərabərdir 18-i. 9 və 9 götürərəm ki, sahəsi də ən çox olsun. Digər ədədləri də yoxlasaz bir-bir aşağı. Ən çox sahəsi olan 9 vurulsun 9 da olacaq. 9 9-u neçə eləyəcək? 81. İndi bir sual bizi belə deyim maraqlandırır ki, biz axı düzbucaqlı dedik. Düzbucaqlının da biz bilirik, qarşı tərəfləri bərabərdir. Biz n-in də 9, uzunluğunu da 9 götürsək bu kvadrat verir. Qayda kimi də yadda saxlayırıq ki, kvadrat özü də düzbucaqlıdır. Kvadrat düzbucaqlı kvadrat deyil. Kvadrat özü düzbucaqlıdır. Kvadrat da düzbucaqlının xüsusi bir halıdır. Yəni düzbucaqlının tərəfləri, qarşı tərəfləri və yaxud da bütün tərəflər bir-birinə bərabərdirmi? Bərabər ola bilər. Çünki kvadrat özü də bir düzbucaqlıdır. Düzbucağın xüsusi halıdır. Ona görə n-in də 9 götürə bilərəm, uzunluğunu da. 9'u 9'a vurduq. Cavabımız neçə elədi? 81 B variantı. 6-cı sual. Aşağıdakılardan neçəsi doğrudur? Rombun qarşı bucaqları bərabərdir. Bir dənə romb çəksək. Rombun qarşı bucaqları bunlardır. Bunun qarşısında rəylədiyim hissələr. Qarşı bucaqlardır. Bunun qarşısında isə aşağı tərəf durur. Qarşı bucaqları bərabərdir. Bəli, bərabərdir. Düzbucaqlı kvadratdır. Düzbucaqlı kvadrat deyil. Bundan qabaqki məsələdə yazdıq ki, kvadrat düzbucaqlıdır. Düzbucaqlı kvadrat deyil. İkincisi səhv olur. Trapesiya dördbucaqlıdır. Bəli, trapesiyanın 4 tərəfi olur. İstənilən bir trapesiya çəkirik. Dördbucaqlıdırmı? Bəli. Düzbucaqlı desəydi əgər düzbucaqlı. O yanlış olardı. Düzdür, trapesiya düzbucaqlı ola bilər. Amma bu hökm hər zaman düz deyil. Trapesiya dördbucaqlıdır. Məsələn, bu formada trapesiya çəkə bilərik. Düzbucaqlı formasındadır, düzdür. Amma bu bir dəfə xüsusi bir olan haldır. Trapesiya dördbucaqlıdırmı? Bəli, trapesiyanın 4 tərəfi olur. Üçüncüsü düzdür. Kvadratın 4 simmetri oxu var. Yəni kvadrat çəksək, simmetri oxu nə deməkdir? Yəni hər hansı bir hissədən qatlayanda üst-üstə düşsün. Eyni şəkil formasını alsın. Çəkirəm bax 1. Yəni bu tərəfi qatlasaq üst tərəfi. Aşağı tərəfin üstünə üst-üstə düşəcək. 1, 2, buradan da qatlayanda 3 və buradan da qatlayanda 4. Kvadratın 4 simmetri oxu var? Bəli, düzdür. Sonra keçirik növbətinə. Bərabər yanlı üçbucağın iki bucağı bərabərdir. Bir dənə bərabər yanlı üçbucaq çəkək. Bərabər yanlı üçbucağın bilirik ki, yan tərəfləri bərabərdir. Məsəl üçün, burada 4 cm olsa, burada 4 cm olmalıdır. Burada 14 olsa, burada 14 olmalıdır. Yan tərəflərin bərabər olması üçün bucaqların özü də bərabər olmalıdır. Məsəl üçün, burada 70 dərəcədirsə, burada 70 dərəcə olmalıdır. Bucaqlar da bərabər olmalıdır. Bərabər yanlı bucağın iki bucağı bərabərdir. Bəli. Bərabər yanlı bucağın, yəni daha doğrusu bərabər yanlı üç bucağın iki yan tərəfi bərabərdir. Yəni iki tərəfi bir-birinə bərabərdir və iki bucağı da bir-birinə bərabərdir. Cavabımız orada düz. Səhv olan neçədir? 2. Neçəsi doğru oldu? 5 dənə bizə belə deyə hökm verilmişdi. Bir dənəsi yanlışdırsa 4'ü doğru oldu. 6-cı sualda cavabımız elədi A variantı. 7-ci sual. Kater çayın axın əksinə 4 saatda 50 km yol getdi. Çayın sürəti 3 km bölü saat olarsa, kater çayın axını ilə 2 saatda neçə kilometr yol gedər? Çayın axın əksinə deyəndə nə edirik? Katerin sürətindən çayın sürəti çıxılır. Bu olur çayın əksinə. Axınla deyəndə nə edirik? Katerin sürətinin üzərinə çayın sürətini gəlir. Bu olur axınla. İndi deyir, kater çayın əksinə
axın əksinə də, yəni 4 saata 52 kilometr yol getdi. Yəni katerin sürətindən ona çıxmalıyıq biz nəyi? Çayın sürətini. Çayın sürəti nə qədər verib? 3. Katerin sürətinə çıxmışıq çayın sürətini və vurmuşuq 4 saata. Çünki biz sürəti zamana vuranda gedilən yolu tapırıq. 52 kilometr yol gedir. Nəyi 4-ə vuranda 52 edir? Onda kater çıxılsın, çay bərabərdir. 52-ni 4-ə bölərəm, düşər 13. Onda katerin sürəti nəyə bərabər olar? 13 üstə 3 gələrəm. Yəni nədən 3 çıxanda 13 eləyir? Katerin sürəti eləyir 16. Bizə deyir ki, kater axınla 2 saata nə qədər yol gedir? Axınla da qaydamız nədir? Katerin sürətinin üstünə çayın sürətini gəlməliyik. Katerin sürəti neçədir? 16. Çayın sürəti neçədir? Məsələn, şərtində bizə verib 3. 16 üstə 3 gəndə neçə eləyir? 19. 2 saata nə qədər yol gedəcək? 19-u vururam 2-yə. Cavab eləyir 38. C variantı. 8-ci sual. Tərəflərinin uzunluğu natural ədədlər olan üçbucağın bir tərəfi 14 sm, digər tərəfi 8 sm-dir. Üçbucağın perimetri ən az neçə santimetr olar? Üçbucaqda qayda qeyd etmişdik ki, hər hansı bir üçbucaqda, tutaq ki, A, B, C tərəfi var. Üçbucağın hər hansı bir tərəfi, tutaq ki, C tərəfi olsun. Digər iki tərəfin cəmindən kiçik, fərqindən isə böyük olmalıdır. Hər hansı bir tərəfi. Bütün üçbucaqlarda bir qaydadır. Üçbucağın hər hansı bir tərəfi digər iki tərəfin cəmindən kiçik, fərqindən böyük olmalıdır. İndi bizim də üçbucaqda tərəflər neçədir? Tərəfləri verib bizə 14, 8. Üçüncü tərəfi də bilmirik. Üçüncü tərəfdə olsun, tutaq ki, bir C tərəfi. İndi C 14 üstələnsin 8-dən kiçik, 14 çıxılsın 8-dən böyük olmalıdır. Bizdən deyir ki, perimetr ən az olsun axı. Ən az olması üçün üçüncü tərəfin də, biz hani bilmədiyimiz o üçüncü tərəf var ya, axtarırıq. Həmin o üçüncü tərəfin də tərəfin ən az götürməliyəm. 14-dən 8 çıxanda qalır 6. 14 üstə 8 gəndə neçə eləyir? 22. Üçüncü tərəf ən az neçə götürə bilərəm? 6-dan böyük, 22-dən kiçik. Məsəl üçün biz burada 6,1, 6,2 də götürə bilərdik və s. bu tip ədədlər. Amma natur ədədlər dediyinə görə, natur ədədlərdə sayıla bilən ədəddir. Biz indi 6-dan böyük, amma ən kiçik olsun da, yəni 6 ilə 22 arasında ən kiçik neçəni götürə bilərəm? C bərabər olacaq 7. Üçüncü tərəfində 7 götürdüm. Ki perimetrdə nə olsun? Perimetrdə az olsun. Perimetri az olması üçün üçüncü tərəfi də az götürməliyik. Perimetr nə qədər olacaq? 14 üstə gəl 8 üstə gəl 7. 4 üstə 8 12, o da 7. 9, 1 yadda, 1 o da 1, cavab edir 29. E variantı. 9-cu sual. 80.000 millimetr üstə gəl 64 metr plus 150 desimetr plus 420 santimetr. Cəmini desimetrlə ifadə edin. Millimetri çevirəcək desimetrə, metri çevirəcək desimetrə və santimetri çevirəcək desimetrə. 150 desimetrin onsuz ifadə olduğuna görə ehtiyac olmur. 1 desimetr bərabərdir 100 millimetrə. 1 metr bərabərdir 10 desimetrə. 1 desimetr də bərabərdir 10 santimetrə. Bu qaydamızdır. 1 desimetr 100 millimetrdirsə 80 min içində neçə dənə 100 var? 100-ə bölərəm onda, cavabımız eləyir 800. Yəni 80 min millimetr eləyir 800 desimetr. 64 metr neçə desimetr eləyəcək? 1 metr 10 desimetr olduğuna görə 64-ü 10-a vuranda 640 desimetr. 1 desimetr 10 santimetr olduğuna görə 420 içində neçə 10 var? Ona böləndə bu da eləyir 42 desimetr. Cəmi nə qədər eləyir? 800. Üzərinə gəlsin 640. Üzərinə gəlsin 150 olduğu kimi plus 42. 3-dən 0 topladıq 0. Üzərinə 2 gəndə 2. 4 üstə 5 9. Üstə 4 gələndə bu da eləyəcək 13. 1 yadda. 8 üstə 6. 14 o da 1. 15. 1 də yadda qalmış 16. Cavabımız eləyir 1632 desimetr. 10-cu suala baxırıq. Aralarındakı məsafə 100 km olan iki şəhərdən qarşı-qarşıya iki velosiped eyni anda hərəkətə başladı və 4 saat sonra aralarındakı məsafə 8 km qaldı. Velosipedlərdən birinin sürəti 10 km/saat olarsa, digərinin sürəti neçə km/saatdır? Qarşı-qarşıya sürət məsələsində qaydamız necədir? V1, üzərinə gəlsin V2, vurulsun T bərabərdir S. V1, V2 avtomobillərin sürətini göstərir, T zamanı göstərir, S də gedilən yol. Onda olacaq birinin sürətini verib bizə 10. Onda olacaq 10 üstələnsin. Digər o bizdən soruşulan sürəti tutaq ki X-dır. Vururuq zamana. Neçə saat yolda olublar?
4 saat 4'e bərabərdir. Aradakı məsafə nə qədərdir? 100. Nə qədər arada məsafə qalıb? 8 kilometr. Yəni 100 kilometrin hamısını getməyiblər. Onda 100 çıxılsın 8-in gediblər. Onda olacaq 10 üstə gəlsin x vurulsun 4-ə bərabərdir. 100-dən 8 çıxanda qalır 92. Nəyi 4-ə vuranda 92 eləyir? 10 üstə gəlsin x bərabərdir. 92-ni bölərəm 4-ə. 9-un içində 4. 2 dəfə 1 qalar. 12-ni 4-ə bölündə düşür 23. 10 üstə neçə gəndə 23 eləyir? X də bərabərdir. 23-dən onda çıxaram 10. Cavab eləyir 13. Digər avtomobilin sürəti neçə kilometr bölü saatmış? 13 kilometr bölü saatmış. 10-cu sualda cavabımız eləyir A variantı. 11-ci sual. Torbada 4 ağ, 6 qara və 5 göy rəngdə kürə var. Torbaya baxmadan bir kürə çıxırılır. Bu kürənin qara rəngdə olmaması ehtimalını tapın. Biz onda ümumi cəmin tapaq. 4 üstə gəlsin 6 üstə gəlir 5. Bu mövzular haqqında qeyd edim ki, sürət məsələsi olsun, KTR, ehtimal və s. hər birinin kanalında video izahı var. Burada belə deyil, test üzərində izahdır. Hər hansı bir izah sizə qaranlıq qalırsa, kanalımızda yerləşdirilən mövzu izahlarına, test izahlarına baxa bilərsiniz. 4 üstə 6, 10, o da 5, 15. Cəmi torbada 15 dənə belə deyək, kürə var. Bu kürənin bir dənə kürə çıxarır bizdən və deyir ki, bu kürənin qara rəngdə olmaması. Qara olmasa nə ola bilər? Ağ ola bilər və göy ola bilər. 4 üstə onda 5 gəlirəm, cavab edir 9. 9 dənəsi olmamalar, yəni olmaz. Bizdən də olmamasını soruşur. Bu da eləyəcək 15 dənə kürə var və 9-u ola bilməz. 15 ilə 9-da ixtisar gedər 3-ə. Bizdə qalar 3, 15 ilə 3-ə bölündə cavab edir 5. Qara rəngdə olmaması ehtimalı neçə eləyəcək? 5-də 3, B variantı. Olması ehtimalı desəydi əgər ümumi daşların sayı, yəni daha doğrusu kürələrin sayı 15. Neçəsi qara rəngdə ola bilər? 6-sı. 15-də 6-da ixtisar gedərdi 3-ə. Burada 2 qalardı, burada 5 qalardı, 5-də 2 götürərdi. Əgər olması desəydi, yəni burada qeyd edək. Olması. Olması desəydi bu formada tapardıq. Olmaması dediyinə görə yazdığımız formada olur. 12-ci sual. 3 müxtəlif natural ədədin ədədi ortası 18-dir. Bu ədədlərdən ən kiçiyini sildikdə ədədi orta 19 olur. Ən böyük ədəd ən çox neçə ola bilər? Deməli 3 dənə ədədim var. Kiçik, ortancıl və böyük. Qeyd elədim bunları. 3-ünün ədədi ortası 18 isə, onda 18-i vururam 3-ə. Bunların cəmi neçədir? 54. Kiçiyi sildikdə, kiçiyə də sildim. Yer neçəsi qaldı? 2 dənə ədəd, ortancılla böyük. 2 dənə ədəd qaldı və ədədi orta neçə oldu? 19. 2-ni vururam 19-a neçə eləyir? 38. 3-ünün cəmi 54, ikisinin cəmi 38. Bəs onda sildiyim ədədi neçə imiş? 54-dən çıxıram 38-in. Yerdə qalır 16. Deməli, kiçik ədəd neçə imiş? 16. İkisinin cəmi də 38 qaldı. İndi bizə deyir ki, ən böyük ədəd ən çox neçə ola bilər? Ən kiçik 16-dırsa və burada ortancılla böyük ədədin ikisinin bir işlə cəmi bizdə 38 eləyirsə, deməli, mən bu ortancılı çalışdığım qədər ən az götürməliyim. Ortancılı ən az neçə götürüm? Götürüm 1, 0. Bunların heç birini götürə bilmərik. Nəyə görə? Çünki ən kiçiyi 16-dır. Deməli, mən 16-dan sonra ən kiçik ədədi götürməliyəm ki, buna kiçik verməliyəm ki, böyük daha çox olsun. Bir var, belə deyim. 38-dən çıxaq, tutaq ki, bunu götürək 25. Bir var, 38-dən çıxaq, bu ortancıl ədədi götürək 20. Yəni, biz kiçik ədəd çıxanda cavabımız daha böyük olur. Ona görə biz nə edəcəyik? Ortancıl ədədi çalışdığım qədər ən kiçik. Ən kiçiyini neçə götürə bilərəm? Amma 16-dan da böyük olmalıdır. 16-dan da böyük 17 götürür. Bunda 38-dən də çıxıram 17-sin. Yerdə neçə qalır? 8-dən 7. 1, 3-dən 1-in çıxanda 2. 21. Ən böyük ədəd ən çox neçə ola bilər? 21 ola bilər. Keçək növbəti sual. 13-cü sual. Uzunluğu 4 desimetr, eni 3 desimetr olan düzbucaqlını tərəflərinin uzunluğu eyni olan 75 ədəd kiçik kvadrata böldülər. Kvadratın birinin tərəfi neçə santimetrdir? Qaydamız vardı bu tiplərdə. Böyük sahə böl kiçik sahə bərabərdir saya. Burada santimetrlə soruşduğuna görə biz desimetri də santimetrə çevirəcəyik. 4 desimetr eləyər. 4-ü 10-a vurarıq 40. 3 desimetrdə 3-ü 10-a vurarıq eləyər 30. Çünki 1 desimetr 10 santimetr. Onda olacaq 40 vurulsun 30. Bölünüb həmin o kvadratın 75 kiçik kvadratlara bölüblər axı. Bir dənə kvadrat götürsəm, bir tərəfini x desəm, digər tərəflərdə x olacaq. Kvadratın sayəsi necə olacaq? X-i x-ə vuranda x-in kvadratına. Bərabərdir nəyə olacaq? Saya. Neçə ədəd var? 75 ədəd. Onda olacaq x-in kvadratı vur 75-ə
bərabərdir. 40-ı 30-a vuranda 4 üçün 12, yəni 2 sıfırın 1200. Bunda x-in kvadratı bərabər olacaq 1200-ü böləcək 75-ə. X-in kvadratı bərabər olar. 120 içində 75 bir dəfə. 120-dən 75-in çıxanda 25 oradan 20, 45 qalar. 450-nin yanına gətirəndə bu da bizdə düşər 6, 6 5-in 6 dəfə. 16. X-in kvadratı bərabərdir 16-ya. Nəyin kvadratı 16 edir? X bərabərdir 4-ə. Kvadratın birinin tərəfi neçə santimetrdir? Tərəfi x-idir. X-i neçə tapdıq? 4. Demək, birinin tərəfi 4 santimetrdir. Bu qaydanı qeyd edin. Böyük sahə bölünsün kiçik sahə bərabərdir saya. Məsələn, neçə içində düzbucaqlı yerləşər, neçə kvadrat yerləşər və yaxud da neçə taxta döşəmə olar. Bunları ümumiyyətlə qayda kimi yadda saxlayın ki, böyük sahə bölünsün kiçik sahəyə bərabərdir saya. Amma uzunluqlar eyni. Yəni santimetrlə soruşduğuna görə biz də bunu santimetrə çevirdik. Metrlə soruşsaydı metrə çevirəcəkdik. Uzunluqlar eyni olmalıdır. 14-cü sual. 7A 8 1, yəni 7000 neçəsə 81. A-nın yerinə neçə müxtəlif rəqəm yazsaq, yüzlüklərə qədər yuvarlaşdıqda 7600 alınır. Həmin ədədimiz neçədir? 7A 8 1. Yüzlüyü hara düşür? Təklik, onluq, yüzlüyü düşür A-ya. Biz də demişik ki, ədədin özündən sağa 5, 6, 7, 8, 9 olanda ədəd plus 1 vahid artır. Amma ədəddən sağa 0, 1, 2, 3, 4 olduqda heç bir artım olmur. Və hər iki halda özündən sağdakı bütün rəqəmlər sıfıra dönür. A-dan sağa neçə var? 8. Biz bunu yüzlüklərə qədər yuvarlaşdırsaq, A nə olmalıdır? Plus 1 vahid artmalıdır. 7 olduğu kimi alıb. A 1 vahidi artıb və 6 olub. Bunlar isə sıfıra çevrilir. Nəyi 1 vahidi artıranda? Çünki özünə sağa 8 durduğuna görə 1 artdı. A-nı plus 1 artırıb və A neçəyə çevrilib? 6-ya. Nəyə 1 artıranda 6 olur? Onda A bərabərdir 5-ə. Yəni bizim həmin ədədimiz 7581-miş. A-nın yerinə neçə rəqəm yaza bilərik? Sadəcə tərsə bir dənə 5-i yaza bilərik. Bizdən soruşsaydı əgər A-nın yerinə neçə yaza bilərik? Gedib 5-i götürərik. Amma A-nın yerinə neçə müxtəlif rəqəm yaza bilərik? Sadəcə bir dənə rəqəm yaza bilərik. 14-cü sualda cavabımız eləyir E variantı. 15-ci sualımız. B bölünsün 17, yəni 17-də B kiçikdir 17-də 4-dən. Sağda bir sualdır. Bizə soruşur ki, variantların hansını B-nin yerinə yazsaq müqayisə düzgün olar. 4-dən kiçikdir. Məxrəcləri eyni olan kəsirlərdə də sürəti böyük olan böyük, kiçik olan kiçikdir. Yəni B nədən kiçik olmalıdır? 4-dən. Çünki məxrəcləri eynidir. 4-dən kiçik 3, 4 ödəməz. Çünki 4-ü götürsək bərabər olar. 4 olanları xətt çəkirik. 5, 6 ödəməz. Çünki biz daha böyük olar, düzgün olmaz. Cavabımız eləyəcək və 2 və 3 C variantı. 16-cı sual. ABC 0, ABC 1 bölünsün ABC. Qalıqlı bölmə əməlində qalıqla nataman qismətin cəmini tapın. Yazaq bura ABC 0, ABC 1. Bölüm neçəyə? ABC. Yazıda saxlayın. Bu tip məsələlərdə yerinə rəqəm də qoya bilərsiniz. Əgər hərflərdə bölməkdə çaşqınlıq sizdə yaradırsa, yerinə rəqəm də qoya bilərsiniz. Məsəl üçün A1 olsun, B2, C3. Bu 0 olduğu kimi qalacaq. 1 olsun, 2 olsun, 3 olsun. 1 də olduğu kimi yerində qalacaq. Yəni bunu yerinə də qoyub istədiyiniz bir rəqəm. Məsəl üçün mən 1, 2, 3 qoydum. Siz tutaq ki 4, 8, 9 qoya bilərsiniz. Heç fərqi yoxdur. A1-ci A, yəni tək rəqəm 3 rəqəmliyə bölünməz, 2 rəqəmli bölünməz, 3 rəqəmli bölürəm. ABC-ni ABC-yə bölündə neçə düşər? 1 düşər. Yazıram ABC. Siz bunu rəqəmlə də yoxlaya bilərsiniz. Qalar burada 0. Nəyə düşürəcəm aşağı? 0. 0-ın içində neçə dənə ABC var? 0-ın içində 3 rəqəmlə də yerləşərmi? Xeyr. Aşağı düşürdüyümə görə nə yazıram? 0 yazıram. Sonra A-nı düşürdürəm aşağı. A-nın içində ABC varmı? Yəni bir rəqəmin içində 3 rəqəmlə də olarmı? Xeyr. 0 sayda var. Sonra B-ni düşürdürəm. B-ni düşürdüyümə görə yenə bölünmür AB. Yenə bura biz 0 yazırıq. Sonra C-ni düşürəm. ABC-ni ABC-yə böləndə yenə 1 düşər. 1 ABC-yə vuranda ABC-də çıxıram. 0 qalar. Növbə isə 1-i düşürdürəm aşağı. Yazıram 1. 1-in içində neçə dənə ABC var? Yəni 3 rəqəmli də var. Və cavabımız 0-dır. Cavabını eləyir 100.000 10. Qalıq neçə qalır? Qalıq da qalır 1. Bizdə qalıqlı bölmə əməlində qalıqla nataman qismətin cəmi. Nataman qismətimiz 100.000 10'dur. Qalığımız isə 1'dir.
Toplayanda 0 üstə 1, 1. 1 bura yazılır. 3 dənə sıfırın yazdıq. Cavabımız eləyir 100.000, 11. 100.000, 11 hansı variantdadır? Cavabımız eləyir A variantında. 17-ci suala baxırıq. Eldar Mahirdən 6 yaş böyük, Əlidən 8 yaş kiçikdir. Əlinin yaşı Mahirin yaşının 2 mislindən bir vaxt kiçik olarsa, Eldarın neçə yaşı var? Qeyd edirəm, Eldar, Mahir, Əli. Eldar Mahirdən 6 yaş böyük. Mahirin yaşını x götürsək, Eldarın yaşı neçə olacaq? X plus 6. Əlidən 8 yaş kiçikdir. Eldar Əlidən 8 yaş kiçikdirsə, deməli Əli Eldardan 8 yaş böyük olacaq. Yəni Əlinin yaşı Eldarın yaşından plus 1-də 8 böyük olmalıdır ki, Eldar 50-dən 8 yaş kiçik olsun. Onda Eldarın yaşı neçə olacaq? X plus 6 üstə 8, 14. Yəni həqiqətdən də X plus 6, X plus 14-dən 8 yaş kiçikdir. İndi bizə nə deyir? Əlinin yaşı, yəni X plus 14. Mahirin yaşını 2 mislindən. Mahirin yaşı neçədir? X. 2 misli deyəndə 2-yə vururam, 2x. 2 mislindən 1 vahid kiçikdir. Onda Mahirin yaşını 2 mislindən 1 vahid çıxsam, Əlinin yaşına nə olar? Bərabər olur. Və bu tənliyi həll edirəm. 2x-dan x-in çıxanda qalar x. Mənfi 1-i sol tərəfə aparanda müsbət olur. 14 üstə 1, 15. X-i tapdım 15. Bizdən Eldarın yaşını soruşur. Eldarın yaşı da x plus 6 deyil. X-in yerinə neçə yazacağım? 15. 15 üstə 6 gəndə neçə eləyir? 21. Eldarın neçə yaşı var? 21 yaşı var. 17-ci sualda cavabımız eləyir D variantı. 18-ci sual. 4 dovşan 4 saatda 4 yer kökü yersə, 12 dovşan 12 saatda neçə yer kökü yer? İş məsələlərinə aiddir. İş məsələlərində mövzu kimi də izahını atmışdıq. Testlərini də izahını atmışdıq. Baxıb faydalana bilərsiniz. Qaydamız necədir? Əgər işçi, zaman, iş varsa, qaydamız olur. Birinci iş böl ikinci iş bərabərdir. Yerdə qalan birinci verilənlərin hasili bölünsün ikinci verilənlərin hasilinə. Birinci iş nədir? İş burada yer kökü yeməkdir. Onda olacaq 4 bölünsün. İkincisində iş yoxdur. Yəni bizdən elə həmin işi soruşur. Yəni neçə yer kökü yer onu soruşur. Bilmədiyimizə görə x götürürük. Yerdə qalan birinci verilənlərin hasili. 4 dovşan 4 saat. 4 vurulsun 4. Bölünsün ikinci verilənlərin hasili. 12 dovşan 12 saat. 12 vurulsun 12. Çarpaz şəkildə vursuq. Bərabərlik olduğuna görə düz mütənasibdir. Düz mütənasibdə isə çarpaz şəkildə vurulur. Onda olacaq 4 vurulsun 4, vurulsun 2 saat. Bərabərdir 12 vur 12-yə, vurulsun 4-ə. 4-lər buradan ixtisar gedər. 12 ilə də 4-ün biri ixtisar gedər, qalar 3. X bərabərdir 3-ü 12-yə vuranda cavabımız neçə eləyər? 36. 18-ci sualda cavabımız elədir B variantı. 19-cu sual. 8 kitab və 4 qələmin bir işdə qiyməti 38 manatdır. Bir kitab bir qələmdən 4 manat baha olarsa, 3 qələmin qiyməti nə qədərdir? Kitabın qiymətinə yazaq. Tutaq ki, bu da qələmin qiyməti. Kitabın qiyməti, bir kitabın qiyməti qələmdən 4 manat baha olarsa, qələmin qiyməti x olsa, kitabın qiyməti nə olacaq? X plus 4. Bundan 4 manat bahası. Neçə kitab almışam? 8 dənə. Biz kitabların sayını, aldığımız belə deyə əşyaların sayını qiymətinə vuranda ümumi nə qədər pul ödədiyini taparıq. 8-i vururam x plus 4. Plus neçə qələm almışam? 4 dənə qələm. Qələmin qiyməti nə qədərdir? X manat. Onda 4 vurulsun x-ə. Bərabərdir. Cəmi nə qədər pul vermişəm? 38 manata. 8-i x-ə vuranda eləyir 8x. 8-i 4-ə vuranda eləyir 32. Burada eləyir 4x bərabərdir 38-ə. 8x-dən 4x toplayanda eləyir 12x. Nəyin üzərinə 32 gəndə 38 eləyər? 38-dən 32-sini çıxıram, qalır 6. 12x bərabərdir 6 nə? Manata. Əgər 12 dənəsi 6 manatsa, bir dənəsi nə qədər eləyər? 12-ni, 6-nı biz təzədən 12-yə böləndə neçə düşür? X bərabərdir 6 bölünsün 12, bu eləyir 2-də 1 manat. 1 manatda 50 qəpi olduğuna görə, daha doğrusu 1 manatda 100 qəpi olduğuna görə 2-də 1 manatda bərabər olacaq 50 qəpiyə. Çünki 1 manatımız 1 manat 100 qəpi idi. Bəs 2-də 1-i nə qədər olacaq? 100-ün 2-də 1-i necə tapılır? 100 bölünür 2-yə, vurulur 1-ə. Bu deyir 50 qəpi. 1 manatımız 100 qəpi olduğuna görə 2-də 1 manatımız da 50 qəpi. Və yaxud da adı belə fikirləşə bilərsiniz də. Hər hansı bir əşyadan 12 dənə alıb 6 manat verirsinizsə, deməli biri 50 qəpikdəndir. 3 qələmin qiyməti nə qədər olar? Əgər
Bir qələm 50 qəpik idisə, çünki qələmin qiyməti x-dir. X-də biz neçə tapdıq? 50. Kitabın qiyməti nə qədərdir? 50 üstə 4 gələndə, yəni 4 manat gələndə 4 manat 50 qəpikmiş. Bir dənəsi 50 qəpikdir. 3 dənəsi nə qədər olacaq? 3-ü vuracaq 50-yə. Bu da eləyər 150 qəpik. 150 qəpikdə 1 manat 50 qəpik deməkdir. 1 manat 50 qəpik hansı variantdadır? E variantında. 19-cu sualda cavabımız eləyir E variantı. Keçək 20-ci suala. 20-ci sualda bizə deyir. Qab su ilə tam dolduqda 19 kiloqram, qabın 3/2 hissəsi dolu olduqda 14 kiloqramdır. Boş qabın çəkisi neçə kiloqramdır? Yazıram qab, üzərinə gəlsin su, bərabərdir 19. Qabın 3/2 hissəsi dolduqda, yəni qab üzərinə gəlsin suyun 3/2 hissəsi. 3/2 bərabərdir 14. Boş qabın çəkisini soruşur. Qab su məsələn bundan qabaqki video izahda da qeyd etmişdik ki, həmin o video izahda testlərin izahı var. Daha rahat, daha aydın şəkildə başa düşə bilərsiniz. Hər zaman nə olur? Qablar islah olunur. Qabdan qabı çıxanda gedir. S-dən tam hissəni çıxırıq. Kəsr məsələsində izah edirik ki, əgər S-dən 3/2-sini çıxırıqsa 3/1 qalır. S-dən məsəl üçün 7-də 4-ün çıxırıqsa 7-də 7-dən 7-də 4-ün çıxanda 7-də 3 qalır. İndi tam hissədən 3/2-sini çıxanda nə qədər qalır? 3/1 S bərabərdir. 19-dan 14-ün çıxanda 5. Hansı ədədin 3/1 hissəsi 5 eləyir? Hissəsinə görə ədədin tapılmasının ədədi sürətinə bölüb məxrəcinə vururam. 5-i 1-ə böləndə 5, 5 üçün 15. Suyun çəkisi nə qədərdir? 15. Aparıb yerinə qoyuram. Qab üzərinə gəlsin su bərabərdir 19 deyildi. İstəsiniz burada da yerinə qoya bilərsiniz. Mən yazdığımda. İstəsiniz ikincisində də yoxlaya bilərsiniz. Eyni cavab alacaqsınız. Onda qab üzərinə gəlsin. Suyun çəkisi nə qədərdir? 15 bərabərdir 19-a. Nəyin üzərinə 15 yəni 19 eləyir? Onda qab bərabərdir. 19-dan çıxarıq 15-i. Qabın çəkisi eləyər 4 kiloqram. 20-ci suallara cavabımız eləyər C variantı. Video izahlarımız bu qədər. Növbəti video izahlarda görüşərik. Video izahın sizə bir faydası varsa bəyənib paylaşmağı unutmayın. Hər birinizə uğurlar olsun. Diqqətinizə görə sağ olun. Sağ olun.